Videonun ortasında belə bir qərar aldıq ki, yenə də yarışma keçirək. Bu videonun altına da R yazın və R ən çox bəyəni yığan bir izləyicimizi yenə də aparacaq məkanlarından birinə. Ürək nə istəsə sifariş verə bilər. Siz də qalib ola bilərsiniz. R yazın, izləyin, abunə olun mütləq. Bir dostunuzu bu arada özünüzlə də gətirə bilərsiniz. Keçək isə indi videonu izləyək. Hər kəsə salam. Mən Hüseyn Salmanov. Bu gün xüsusi bir qonağımız var. Tantuni videosunda qeyd etdiyimiz kimi R yazan və R ən çox bəyəni yığan bir nəfəri bir məkana aparacağam və limitsiz ürək nə istəyir sifariş verə bilər də həmin yarışmanın qalibi olacaq xüsusi qonağımız. Həmin şəxs 124 bəyəni yığdı. Rəy isə öncədən bəyənilər üçün təşəkkürlər. Məni bəyənin. İstəyirəm qalib olum. Qalib olsam məncə maraqlı video çıxacaq. Maraqlı vloqdur. Mütləq belə videolar çox olsun ki, getmək istəyəndə bilet ara gedəcəyimizə axırıncı məkana mütləq gedəcəm. Maraqlı gəldi. Tövsiyələr üçün təşəkkürlər. İndi həmin adamla görüşməyə gəlmişik. Montin qəsəbəsindəyik. Gözləyirik gəlsin qonağımız. Qonağımız da gəlir. Xüsusi qonağımız. Görüşək. Salam, necəsiz? Salam, yaxşı, siz necəsiz? Sağ olun. Adınız Hafiz. İlk təəssüratlarınızı bizdən bölüşə bilərsiniz. Necə oldu ki, komment yazdınız? İnanırdınız ümumiyyətlə qalib olacağınıza, yoxsa necə? Yox, əslində heç vaxt hardasa qalib olmamışam. Adətən lotereya falan da almışam, heç vaxt şansım gətirməyib. Ona görə elə belə komment yazdım. Ümumi videolarınızı görmüşdüm, izləmişdim. Amma bu videonun təsadüfi çıxdı ki, qalib olsam nəsə hədiyyə var. O söhbətə görə daha da baxdım. Maraqlı gəldi özümə. Gözləmirdim qalib olacağam. Hə, gözləmirdim. Dedim yəqin ki, məndən daha çox like yığan olacaq. Hətta demişdim kommentariyada ki, nə istəsə sifariş verin kommentə. Mən orada əgər olarsa o yeməyi sifariş Hiss edirəm ki, çox işləyəcəm. Ümumiyyətlə videolarımızı bəyənirsiniz, bu konseptimiz xoşunuza gəlir. Maraqlı mövzudur. Məncə bu video daha maraqlı olacaq. Ürəyin nə istəyir sifariş verir də, limitsiz. Nə ağlına gələ biləcək menüdə nə var sifariş verir. Problem yoxdur. Hər bir şey bizlikdir. Ət sevənəm indəndir. Ət və balıq mən. Hesab çox qavaracaq. Bir dənə steak desən bəs eləyər. Gedək onda məkandan çəkişlər eləyək. Gedək. Gedək yoxlayaq. Getdik. Yolda biraz söhbət elədik səninlə. O kadrları zaten qoymayacağıq. İzləyicilərimizi yormayaq. Və mən belə başa düşdüm sən yaxşı içsənsən. Ona görə səni gətirdim hara paba. Qarayevdə yerləşən Fortuna paba. 10 bakal içərsən. 10 bakal gedər hardasa. Yoxlayaq. Mənə bankrot eləyəsən sən. Yoxlayaq. Gedək yoxlayaq. Bilsək, amma yemək yeyə bilməyəcəyik. O da. Mənə sərf eləyək. Mənə sərf eləmir. Getdik. Gəldik, əyləşdik Fortunada. Hafiz qardaşla əyləşdik. Hafiz qardaş bütün menünü vərəqləyir. Menünə baxır, ən bahalı nə görürsə, hə bu yaxşıdır. Bilmirəm heç nədir, bu yaxşıdır. Nəsə görə nə sifariş verəcək də. Söz verir ki, mənə bankrot eləyəcək. Demək olar, bir dənə maraqlı gəlir. Uçalov? Hə, yoxlamamışam. 1240 manat, onu deyirsən. Görək Ürəyin nə istəyir da söz demişik. Nə istəsən sifariş verə bilərsən. Uçalov mütləq gedəcək. Biz öncədən pivə sifarişlərimizi verdik. Mən pivə içməyəcəm. Hafiz pivə içəcək. Pivə də deyir ən bahalısı hansıdır, mən ondan gətir. Pivədən yaxşısı nədir onu versin. Encəsdən başqa bir şey içməyib. Biz zarafatlarımız, biz zarafatlarımız olacaq. Sən bax, ən bahalı 5 dənə var, onlara gətirsin. Dostum var, çox dadlı xan kebabı eləyir. Onun kimi eləyən xan kebabı ikinci görməmişəm. Maraqlıdır görək burada necədir. Məncə də, zaten videoda da biz öz qiymətlərimizi verəcəyik. Əla, bir dənə xan kebabı, 3 alov da götürə bilərsən. 3 alovu yeməmişəm deyə bilməyəcəm, yaxşıdır, pisdir. Onu tuta bilməyəcəm. Ürəyin nə istəyir, necə istəyirsən? Yediyim şeylərdən deyək. Olar. O xan kebabı mütləq gedər. Xan kebabı, xanlara layiq kebab. Balıqları mən tanıyıram, burada. Çürü, inşallah ki çürüləri falan yoxdur. Yəni bir dənə çürü desən, bir 200 manat olacaq. Bir 10 qram, 15 qram, yəni yaxşı yox. Qonaqlıq verirsənsə, Sözümüz söz. Olar, hissə verilmiş. Hələ ki bunlar gəlsin. Hələ ki bunlar. Mən də özümə bir dənə makaron deyim. deyim. Mən maraqlı bir sifariş verəcəm. Məncə sizlər üçün də maraqlı olacaq. Qurbağa. Heç vaxt yeməmişəm. Yoxlayacağam görüm dadı necədir. Qurbağa ola bilər bəlkə də asminokla sifariş verdim. Mənə görə qurbağa plov dadını. Hə, elə deyirlər, amma özümüz də test eləyək. Məncə maraqlı olar. İzləmədə qalın, görək qurbağa əti necə olacaqdır. Unutmamışam, kommentariyada yazılan yeməklərdə soruşacağam. Pivəmiz də gəldi. Mən içməyəcəyim üçün Efestora sifariş verdim. Deməli, Hafiz rəy yazır. Rəyin altında da dostlarına deyib ki, nə sifariş vermək istəyirsə onu rəydə bildirin. Oxu onlardan bir ikisini zəhmət olmasa. Qalib olsam 5 bakal pivə, zoğallı pətənək. Yenə bir yüngül vari bir sifariş. Sonra nə var orada? Bir dənə də çox maraqlı bir zakaz var. Hafiz, sən qalib olsan mütləq getdiyin yerdə Kamçatka Seni de görmek güzel. klubunun ayaqlarını sifariş elə.
Kamçat krab ayaqları ya, o da çox bahalı bir məhsuldur. Məhsul Burada olar. inanmıram olsun, yoxlayacaq. Olsa sifariş verəcəyik. Soruşarıq da görək. İnşallah olmaz. Olsa yaxşı olar, maraqlı gəlir. Özləri qeyri-adi sifarişdir. Başqa bir şey yoxdur. Əslində var idi, tapa bilmədim. Mən silmişəm, amma qəsdən Yəqin ki. zarana deyiləm. Mən heç xəbərim yox idi onunla indi. Aksi danışanda orada 2x-ə qoyun ki, biraz tezə çox astasında danışın. Bu arada sən nə iş görsən, nə işlə məşğulsən, soruşmadım. Fəhlələri, yox, biz fəhlərik. Professional videodur, fotoğraf. Videoqrafsın. Bəli, bəli. Aha, elə bizim sahə uyğundur da. O Çəkiş qədər də edirik. yox, video çəkirəm özüm. Hə, videoqrafsan. Instagram adresi videonu aşağıda bir yerdə qeyd edərik. Baxsınlar Xalq səhifəyə. rəhimli, düzdür Instagramda çox da belə dəhşət paylaşım Portfolyo eləmirəm. olan bir yer. Zaman olmadığından, amma tezliklə toga salacağım Instagramda. Toy videoları çəkirsən yoxsa daha çox Yox, nə? kommersial da, çox restoran, yemək. İşlər yaxşıdır. İzləyicilərlə məsləhət görə bilərsən, bizi izləyən izləyicilərə. Tövsiyə eləyərəm ki, fəal olsunlar, fikirlərini yazsınlar, məncə fikirlərinizi yazın. Dəstək olsunlar. Bir Yəni- səmimi fikirləri soruşsunlar. YouTube-da izləyirsən də, bizi deyəndə ümumi Azərbaycan YouTuberlar olsun, xarici YouTuberlar olsun izləyirsən. Düzü fikirlərin- Azərbaycandan az izləyirəm, çox da izləmirəm. Yəni İzləməməyin səbəbi mənə elə gəlir ki, maraqlı kontentin olmasıdır və professional keyfiyyətli çəkişlərin olmasından ötürü deyə düşünürəm. Bizim videolarda məsələn sən ilk təəssüratla başlamır, real şeyləri. səmimi ortam görünürdü ilk olaraq və Aha. fərqli restoranlarda o qədər yemək bilirsin. Nəyə Heç çəkirəm? bu gün bilmirəm hamısını yeyib qutara biləcəyik ya yox, amma inanmıram ki, heç yeyib qutara biləyim, mümkün olmaz. Sən məncə. videonun əvvəlində mən kadrın arxasındakı bir həftədə yemək yemirəm ki, sən yeyib qutararsın. Dünən yediyim yeməyin üzərindəyim. Ofisimizdə təmin işləri gedir, başı Ofisiniz qarışıq birləşir, olur. xeyirli Daxili olsun. qoşunların başı qarışsın, yəni. Xeyirli olsun. Belə Gəlib gözür qonağım olarsan bir gün. Hani kamp yeyəcəm, orada nə yeyəcəm? Niyə? Mən də təşkil edirəm. Yumurta pavidə. Gələrəm bir. Bu toyuq nəqisdir. Pendir çubuqları demişdiniz. Hə, pendir çubuqları, toyuq nəqis, bu da nokta uzatma. Bizim əlavə sifarişlərimiz olacaq. Qurbağa ayaqları, ət faxitos, pankabab, nachos, pətənə turşu da, bir də kamçatka krabın ayaqları, krab ayaqları deyək. Kamçatka krab ayaqları varsa onu soruşarsınız. Götürək pendir çubuqlarından birinci başlayaq. Bunun içində pendir var, qurumamış. Uzanmaq pis deyil. Dadına baxaq görək dadı necədir. Bu toyuq çubuğudur. Belə də, yəni, wow deməlisin. O toyuq nəqsi uzundur, yəni normalda, yəni belə olmalı deyil mən biləm. Toyuq nəqsi normalda xırda olur. Pendir çubuqların super deməzdim məncə. Niyə görə yaxşı deyil? Kişi izləyicilərin daha dəqiqləri bilsinlər. Pendir özü ərim. Məsəl üçün mən gördüm, səndə uzandı, məndə uzanmadı. Zakuskan pendir çubuqları daha yaxşı. Həqiqətən də dadlıdır. İçərisində istifadə olunan pendir mənə elə gəlir ki, biraz zəif pendirdir və normalda indi sifariş vermişim, bu isti gəlməlidir. Çin pendiri əriməlidir. Düşünürəm ki, bu biraz da saxlamalıdırlar ki, Çin pendiri daha çox ərisin, o az əriyibdir. Və pendirin çox da bir dadı yoxdur. Heç nə yemirsən sanki. Ona görə qiymət olaraq 5 bal üzərində mən pendirə verirəm 3.5. Sən neçə verərsən pendir çubuqlarına? Verərsən. Yemək olar, pis, yəni çox da nito deyil. Amma daha yaxşılarını yemisən. Təbii. Harda yemisən daha yaxşısını? Elə Zakuskadan aldıqlarım olub. Mənim bir dostum var, onun qızı ölürdü oranın pendiri üçün. Belə nəqis yeməmişəm. Çox uzun. Ona görə bəyənmədim. Toyuq nəqsi normalda balaca olur, yəni bir dadımlı olur. Bu çox uzundur və bu şəkildə qopur ya bu düzgün deyil də, belə olmalı deyil. Toyuq nəqsi verəcəm qiymət 3 olar. Sən neçə verərsən? 5 bal üzərindən 2. Sən lap yıxıb sürürsən, o qədər də pis deyil, amma Pis deyil. bax bu arada Amma daha izləyicimiz çox yəni olar öz yəni. səmimi fikirlərini deyir. Mən də öz səmimi fikirlərimi verim. Burada hər hansı bir ödəniş falan almamışıq. Reklam edib pul, yəni tərifləyə elə bir şey yoxdur. Mən həmişə səmimi Onlar fikirlərimi gəlmişik, verirəm. yeyib qiymət verelim. Bəli, yəni yaxşı, pis də belə deyək. Bu şəkildə belə qızarmış noxud da var. Bunun da dadına baxaq. Bu tavar vidi yaxşı deyil ilk baxışdan. Yəni bu qızarmış noxudu görürsüz. Normalda bir dənə necə olmalıdır sizə göstərim. Tam yumru formada olmalıdır, belə olmalıdır göstərim bu formada. Amma burada yəni formalarını deyirsiniz. Yəni, ilk baxışda o qədər də yaxşı görsəmir, dadına baxaq. Mən də bax. 5 üzərindən 3. Yəni o qədər də yaxşı deyil, pis də deyil. Yemək olar bu arada. Yəni pis demirəm. Amma bizim deyil. şəxsi fikirlərimizdir. 5 bal üzərindən bal verirsə, mənim verəcəyim bal 3.5 olar. Hafizin verdiyi bal 3 oldu. Məncə yeməkləri çox dadlı olacaq. Sərvisində yeməklərin gözürük gəlsin.
Sardikamız da gəldi. R hərfini deyə bilmir, çəkmədim orasını. R denə bilər, hə? Gezikdin. R. Kanaba. Ranar denən ranar. Fanar, fanar, ranar. Fana. Nə? Fana. Fana. R ilə başlayan R. BMW Minarar. BMW Minara. Denə, möhkəmdir. Nurlayev. Nullayev deyir, R demir. Hə. Arı. Arı. Arı kimi çıxır əslində. Az bir miqdarda deyə bilirsən. Hə də az. Burnumda danışmanın söhbəti gedirdi. Müzakirəyə qoydu. Aslında sevmirəm o müzakirə eləməyi. Bu arada pivələr, bu pivə o qədər də yaxşı deyil. Nə yaxşı deyil? Qazı azdır, dadı pisliyə, turşuyu. Brevol içdiyimiz Brevol dadında deyil də, yəni nə bilim, bəlkə də heç Brevol deyil içində. Orasını bilmirəm, yəni heç çünki anlamayım. Çünki mən içdim FSR-adı, bu normal, yəni bildiyimiz Hələ şey. hazır olan. Gələ sardikamızın dadına baxaq. Bu arada sardika çox uzundur. Normalda sardika, bu Rus sardikasıdır da. Rus dedik, Rus dedik. Normalda sardikalar biraz gödək olur. Bu çox uzundur, göstərim belə qədər də. Bu adikanın qaçısı aid eləyə bilmir, krab sifariş vermək üçün. Aysa, xardal, bizdə, mən də səhv dedim. Azərbaycan dilində xardal. Bizim burada az ədəbiyyat müəllimimiz var. Əslində bilirsən də bunun o klonkası yerinədir. Yox. Baxır Ablotskaya da, klonka dediyimiz zaman üzərində olan. Təbii bağırsaqdırsa onu yeyə bilərsən. Təbii bağırsaqda yeyə bilərsən. Xardal çox yaxşıdır. Mənim xoşum gəldi xardaldan, bilmirəm. Xardalı mən bəyəndim. Xardal mənə yemirdi. O ki atırsan ağzı yeyirsən, bu burunlar falan açılır. 1-2 saniyəlik isə bir şok effekti yaradır. O çox ləzzət eləyir. Bunda var idi. Bəyəndim. Ay. Biraz soyuq idi. Sardika soyuqdur mənim. Ümumiyyətlə yemələr biraz soyuq verirlər. Məsələn, yeməklər tam isti gəlmir. Xardalı götürən şey. Amma bu arada yeməklər tez gəlmir. Yeməklər biraz gecə. Sifarişlər vermiş, hələ heç biri gəlməyib. Düzdür, vaxt qoşmamışıq. Təxmini indi deyərik, nədir? Amma yəni normal yemək sifariş vermiş ola bilər, hazırlanması vaxt ala bilər, xankəbabın istəsən vaxt alan bir şeydir. Xardalın bir qaşıq yeyəsən bir də yeyə bilərsən. Nədən mərz eləyə, nəsə bir şey eləyə də ye. İkimizdən birisi bunu yesin. Mənlidir. O mənlidir. Hə? Bu qədərini. Nihat ürəyində bir rəqəm tutacaq, biz də bir rəqəm yeyəcəyik. Hansımız sənin rəqəminə yaxın olsaq, qalib olacaq. Uzaq olandakı bu xardalı yeyəcək. Razısan? Risk elədim. Burada nə var? Axırdan ye. Yox, indi. 2 saniyə, 3 saniyə bir şey də gəlir. 100-ə, yaxşı 100-ə qədər. Əslində sən Mehmar inanmışsın. Mən sənə inanıram. Məncə sən onun tərəfini tutacaqsan. Yox, mən çox sənmərəm. Hayır, sən inanıram. Tutun rəqəmi. Kim yaxın olsa odur. Tamam? 100. 55. Mən risk elədim 100 dedim. Orta rəqəm desək daha yaxşı. Daha yaxın. Necə aşağı tutmusan? Yeməlisən. 63. Sən həmişə demişəm ki, gözləntin yüksək olsun. 63 nədir? 100. Mən orta seçdim. Mən qəsd elədim ki, uduzum. Sən yeməyəsən deyə qonaqsan da. Xüsusi qonaq. Ona görə mən yeyəcəm. Görək gözlərindən yaş gələcək. Ağladı. Bir 2 saniyəlik bir effekt yaradır, amma onun gözlərindən yaş gəlir. Amma həqiqətən ləzzət edir. Soğukdur. Bu da soyuq. Buzdur. Bu da soyuqda belə olmalı deyil. Çünki pətənə filtr aparatında isidilir, yəni bişirmə prosesi budur. Filtr aparatında bişiriləndən sonra buna turşu əlavə edirlər və turşu ya çox soyuq olub bunun şeydir, amma belə olmalı deyil. Bu düzgün deyil. Parkda mən belə buz kimi zapuskalar yeməmişəm də bu günə kimi. İradımızı bildirəcəyik. Rezoal turşusu biraz da turşu olmalı. Bunda turşuluq azdır, o qədər turşu deyirəm. Və pətənəsi rezin kimidir, sərtdir. Çeynəməkdə əziyyət çəkirsən istər-istəməz, yəni o hiss olmursa nə bir də dadına bax. Milka batıranda göründü, batmırdı. Qəşəng doğruluqlar xırda-xırda. Orası yaxşıdır, amma çox sərtdir. Baxmaq istəyənlər baxsın. Amma çeynəmək lazımdır bayaq. Sardikaya bal verməli. Sardikaya isə bal verirsən. Mən sardikanı açıb bəyəndim, pis deyil. Sən bal ver sonra. Mən 4 dedim, amma isti olsa həqiqətən 4 olardı. 3-7. Yox, mən sardikanı bəyəndim, düzdür, isti olsa daha yaxşı olardı. Amma sardikanın ümumi acılığı yaxşıdır. İçində olan yağlar var, onlar gözəldir və əti istəyirsən ki, keyfiyyətlidir. Rus sardikası da bu arada yerli sardika deyil və yaxud da gülüş sardikası deyil. Sardikanı bəyəndim, 5 üzərindən mən də 4 verirəm. Qurbağa ayaqları da sifariş verib gəldi, bu şəkildədir. Qurbağanın arxa ayaqlarıdır, belindən kəsiblər. Görə bilərsiniz, dadına görə dadını izlədim. Görək qurbağa ayaqlarının dadı necədir, birinci dəfə deyəcəm. Toqquşduraq. Toqquşduraq görə necədir.
Mən də birinci dəfə deyirəm sizə. Qurbağanın arxa ayaqlarında utullanan Yəni- hissəsi var, əzələli hissəsi. Amma bu arada iradımızı bildirdik, qurbağa ayağını isti verdi. Niyə də fikirləşmirəm qurbağa ayağı yesən, ya bir toyuq əti yesən. Həqiqətən də toyuq ətinə yaxın bir şeydir. Amma Nəsə, balıq dadı da verir. Eynidir, balıq dadı var. Toyuq əti və balığın dadının qarışımında belə bir dadı var. Qiymət olaraq baxmadım məsələ sözün açığı. Sifariş vermək məncə yəni elə də dəyərli bir şey deyil. Görə hardan tutublar bu qurbağa? Ən əsası. Belə də yəni. Yəqin ki, xaricdən gələr, burada tutmazlar. Ya super deyil, amma Evet. pis də deyil. Pis deyil. Amma toyuq əti də yeyirsən, yəni Hə. toyuq əti necə belə, bu da belə. Mən buna qurbağa olaraq yanaşıramsa spesifik dad gözləyirdim. Yəni o gözləntim olmadı. Adi elə balıq dadı ilə qurbağanın dadı, toyuq ətinin dadını verir. Var bir dadı yoxdur. Üstündə svitli sos falan qarışdırıblar. Sifariş vermək heç məncə dəyməz. Mənim Məncə fikrimcə. də Nə doyumludur, nə zakuska kimi zakuskadır. Nəyə sifariş versən? Ən azından zakuskan sifariş versən ki, pivə ilə içəsən və yaxud da doyasan. Bundan nə doyasan? Balaca ətdir. Protein mənbəyi ola bilər. Onu deyə bilmərəm. Amma dəyməz sifariş verməyə. Bu arada pivə falan da deyil sifarişdə, hələ də gətirib çatdıra Hə, pivə də sən dedin. Burada ya müştəri çoxdur. Bizə laqiqdir yanaşırlar. Biz yaddan Normalda kamera görəndə hamı can fəşanlığı edir, amma Candan burada başlayır. əksinədir. Bizdə sifarişlərimiz nə qədər deyir, o qədər də gec gəlir. Yarım saat onlara sifariş vermişik. Allah. 30 dəqiqə olar, hətta bəlkə də 35 dəqiqə falan onlara sifariş vermişik. Amma təəssüflər də gəlməyib. Yeməyi qoyaq kənara, pivə yəni o qədər vaxt alan bir şey deyil. Pivə bardağını sürüb gətir. Süzdün, gətirdin, Biraz verdin. lənc. Bəlkə də ola bilər Lənc. kimsə komandadan kimsə yoxdur. Amma normaldır. Yəni biz gəldiyimiz vaxtda düşər demiş təsadüf eləyə bilər. Ola bilər komandada kimsə yoxdur deyə istərsiniz Ya da bəzi biz proseslər. gəlmişik, ayağımız düşərli olub, yuxarıda olub. Onu da ola bilər. Biz yuxarını gördük. Bu arada ortam Sabit belə deyil. də, bu ortam sıxıcıdır əslində. Biraz dardır otaq. Ona görə sıxıcı gəlir. Pəncərə yoxdur həm də. Həm də işıqsızdır. Biz hələ öz işığımızı qoşmuşuq burada. O ilə belə istəsəniz biraz sıxıcı gəlir. Çünki balaca yerdə işıqlandırmada çox zəif. Ona görə adama sıxıcı gəlir. Ət vaxtasımız da gəldi. Görünüşü yaxşıdır, yaxşı görsənə görə dadı necədir? Nisbətən istidir. Amma bu da istidir. Yəni lap isti deyil, amma nisbətən elə bir O da qızarlar. istidir. Yox, istidir amma. Qaynar olmalıydı, amma qaynar deyil. Bəzi yerlərin istiliyi var, bəzi yerlərin istiliyi yoxdur. Sən isti elədin? Hə. Yəni elə bir istiliyi eyni paylanmayıb. Bunun içində məsəl üçün pətənəydə orta hissə biraz isti idi, amma bütün qalan hissə soyuq gəldi. Ola bilər başqa müştəri sifariş olsun, qoyula mikrovalnovkaya istəyib göndərilir. Acılı. Çox da belə var amma o qədər də acı deyil. Yəni abartıcı dərəcədə acı deyil. Axırki sifarişlərimiz gəldi, nachos və Xan kebab. xan kebab. Görək dadı necədir? İlk baxışda görüntüsü yaxşıdır. Götürə Görüntüsü xan kebabı. yaxşı deyil əslində. Hə, mən yeyirəm. məlumatsızam, çünki sən bilirəm, deyirəm. Hə. O görüntüsü normal olaraq o dediyim dostum aşpazdır. Onun hazırladığından heç halda yeməmişəm və yeyənlər də çox bəyənir də. Hər Rəngi bir yaxşıdır, yoxsa nəyi, ölçüsü, Yox, uzunluğu? forması, Forması? ölçüsü düz deyil də, yəni necə gəldi. Dadına baxır, görək dad necə. Mən heç vaxt yeməmişəm deyə bir Mən şey nə maraqlı yeməyəcəm. dad Götür. necə. Bu bağırsaqdır üstündəki. Ziyər falan, bağırsaqdan olmalı, bağırsağın pərindən olmalıdır. Zerinc yoxdur məsəl üçün içində, qoz yoxdur. Amma mən bilmirəm. Mən sevmədiyim bir şeydir. Ümumiyyətlə kebab sevmirəm. Ona görə bir fikir bildirə bilməyəcəm. Amma yenə də Dadına dadına baxın, baxım. görək nə olur. Ziyər kebabı yeyirsən. Mən ciyər ümumiyyətlə sevmirəm. Bu bildiyin ziyər kebabıdır, xan kebabı deyil. Bu ziyər kebabıdır, üstündə sadəcə olaraq bağırsaq qoyulub yenilir. Amma quyruq, sən quyruq yedin? Quyruq yox idi, gəlin mənə gəlib çatmayın. Məndə quyruq var, quyruğu qəşəng idi. Mən quyruğunu bəyəndim. O Prosta əslində ciyər quyruq sevmədiyim üçün bir deyil. şey deyə bilməyəcəm. O bağırsağın deyil. öz yağıdır. Bu bağırsağın öz yağıdır, məncə quyruqdur. O bağırsağın yağıdır məncə. Bu dadlıdır, quyruğu qəşəngdir. Ciyər sevmədiyim üçün yedim, bir şey deyə bilməyəcəm. Sən Mən qiymət yeyərsən vermirəm, sən ki- qiymət ver. 5 bal üzərindən nə verərsən? 2 yarım. Hətta 2 yarım. Yəni. Allah yığıb sürürsən. Sən Yaxşı. nə qədər nəyəsən? Bəs mən bir şey deyə bilməyəcəm çünki ciyər sevmirəm. Ya sevmədiyimə görə bəyənmirəm, amma bu mənim sevmədiyim üçündür. Yəni ola bilər ki, yaxşı olsun. Prosta yenə deyirəm, ciyər sevmədiyimə görə mən bəyənmirəm. Dadını ciyər heç xoşuma gəlmir də. Heç vaxt da yeməmişəm, uzatdırmışam həmişə. Faktos verəcəm balasa. Mən bəyəndim onun. Acılığı falan çox acı deyil, yaxşı acılığı idi. Onun ədviyyatı vardı, sosu var, bibərin sosu və bibərin özü də yaxşı idi. Biraz bəyənmədiyim nə idi? Ətin biraz duzu falan az idi və sərt idi bir balaca. Mənə elə gəlir ki,
Biraz yumuşaq olsa daha yaxşı olardı. Yəni ona verəcəyim bal 4 olar Faktosa. Yaxşı idi, bəyəndim. Sən bəs? Yəni 4-ün üzərinə nə çıxmır? 3.5, 2.5. 3.8 tamam. Sən ən sevdiyin pavarad bəs, xoşladın? Lab ola bilər. Mənə çox maraqlı görüm sən nə bəyənirsən. Hər şeyə də 2.5. Nasosunu dadına baxaq, pendiri biraz qurudu, biz gözlətdik, amma yenə də dadına baxacağıq. Belə bunu əlimizlə yeyək. Biraz biz gözlətdik. Ona görə pendirin qurudu, amma tomat, Bəlkədir. pomidor və ketçup qarışımı çox gözəldir. Ay sos gözəldir. Bu da zaten bildiyimiz Doritosdur. Bu arada İkinci bakaldır. İkinci bakaldır hələ. Nasosu bəyəndik. Mən nasosa verəcəyim bal 4.5 olacaq. Bəyəndim də, həqiqətən yaxşıdır. Biraz prosta biz gözlətdik, soyudu, amma yaxşı idi. Qəlyamız da gəldi. Mən nasosa öz balımı verdim. Sən də zəhmət olmasa nasosa öz balı ver. Mənim verdiyim bal 4.5 oldu. 5 bal verdim. 4 vermək olar. 4 vermək olur. Yaxşıdır yenə, yəni 4-ə qalxdıq da yaxşı. Amma doğrudan yaxşıdır, həqiqətən yaxşıdır. Amma pətənə heç bəyənmədik. Hələ də qalıb burada. Bu soyuq olduğuna görə birincisi bəyənmədik. İkincisi də biraz bərk idi, sərt idi. Belə başqa nə sifarişin olacaq? Elə bu şu. Yox, davam edeyim. Mən 5 bakal orada söz vermişəm. 5 bakal. Yəni 5 bakala çatdırmazsa ikinci bakaldasan. Sən məncə 5-ci içsən. Qardaş yaxşı qulluq edir. Gəlir canım ürəklə. Qarşılayır. Sadəcə tək onluq da bir şey deyir. Mətbəxdə məhsul yaxşı çıxmırsa və yaxud da gec çıxırsa o elə biləcək bir şey yox. Yəni qulluq edən qardaş əladır. Hə, super. Yəni maraqlanır, gedir, xoş gülər üzünə qarşı adama ləzzət edir. Hündür olmaq üçün altına nə qoy? Altına nə qoy? Videoda çox hündür olsun deyə. Amma sənlə eyni boydayıq əslində. Üçüncü bakalda bu düzdür. Üçüncü bakal sifariş verib gəldi. Qardaşa dedim ki, 3 dənə pivə var. Breyveldir, Enzesti, xırdalandır. Üçündən birini hansını istəsən gətir. Dedi ki, mən seçə bilirəm pivələri. İndi görək düz seçəcək yoxsa yox. Mən qardaşdan denə. Bundan qabaqçı ikisi Breyvel. İndi bu da Breyvel də ola bilər, Enzest də ola bilər, xırdalan da özü seçsin də. Hansı olacaq özü. Sən mənim qulağıma denə, yox, qulağımı dədə görüm hansıdır. Yaxşı, tamam. Getmə burada. İç, yox, bunu iç. Seç də gör hansı pivə. Soyuq. Neyini gözləyirsin. Düz tapmasan nə olacaq? Şotun 80%. Qonaqlıq səndeydi. Yaxşı fikirləş. Xırdalan ola bilər. Amma Breyvel deyil 100%. Yaxşı, Enzest xırdalan Breyvel hansı? 2 dənə bundan qabaq Breyvel vermişdi. Nədir yaxşı Enzestdir də? Xırdalandır da. Yumuşaqdır, xırdalandır. Ya da sən fikir şey arasında qaldı. Xırdalan Enzest deyil. Xırdalandır. Məncə bu xırdalandır. Yumuşaqdır. Xırdalan düzdür. Mən də qulağıma demişdim xırdalan. Sən yeni olsan bizə nə etdin? Efes sak gətirdi, verdiyin qezatda. Qoy bax. Erdincədə fərq. Əgər professionalsa tapardı da hansı? Rəngində fərq var. Bax, Olgard indi tam başqa rəngdir. Aysa, Olgardın tam. Yox, keçdisi. Breyvel'dan fərqlidir, yumuşaqdır, çox rahat içilir. Yəni Sağ ol. Bir də qardaş düz sən mütəxəssis deyiləm, belə deyim. bayaqdan deyirsən elə seçirəm. Yox, dərəcədə də deyiləm. Söz vermişəm 5 dənə bakal içiləcək mütləqdir. Bu 3-dür. Hələ O birini Breyvel'a gətirərəm. Sağ ol, çox sağ ol. çox sağ ol. Hafiz normalda pivənin qazsız içdiyinə görə və özünə ixtira kəşf edib ki, qazı necə çıxartmaq olar ki, mən içeyim. İxtira deyil, əslində o çoxdan var. Mən birdən səndən görürəm ki, pivənin qazını çıxardırsan içirsən. Bu qaz var da tərkibində məsəl üçün saldıq, Qazını alır, görürsünüz burada. qalxdı qaz. İndi salfetkanı yeyəsə. Yenə salfetka kullanır. Yəni bu gördünüz kökü. Bunda pivi içmə təzib elə. Nəinki pivə, kolanı belə bayaq dediyim kimi o Kolanın qazını tam olaraq çıxardırsan. Qazını məhv edib içirəm. Suyan da peçokda içdi, nə yeyirsən? Qazlı suyu. Yox, mənə onun spirti maraqlıdır, qaz yox. Göbək cips də gəldi, göstərək belə semişkalarımız da gəldi. Semişka yəni standartda ona qiymət verməyə ehtiyac yoxdur. Dadına bax göbək cipsin. Baxaq. İsti gəlib bu arada. Uşa neçə dəfə demişik, yemək soyub. Biraz da çox quruda bilərdilər. Normalda göbələk sulu olan bir məhsuldur. Göbələk cips zaten biraz quru olmalıdır ki, o cipsi də zaten quru olsun. Biraz suludur, amma dadı yaxşıdır. Kraxmalı falan göbələyin öz dadı yerindədir. Biraz mənə gəlir ki, daha da quru olsaydı daha yaxşı olardı. Biraz da qurutmaq olardı və biraz da bəzən qatırlar tərkibinə, qalina blanka səfərə. Qalina blanka yox, knorun ədviyyatlarını qatırlar. Nəsə ədviyyat qatılır, o spesifik dad verir. Spesifik dadı verir. Bəli, o məncə olsa daha zor olar, daha super olar. Steakini aslında biraz qata bilərdilər, amma belə ümumi mən 5 bal üzərindən cipsə 4 verərəm göbək. 4 mən verirəm. Gördünüz, nə əzəb sən. Mən az verdim, sən çox verdin.
Normal, çox normal. Bu arada qəlyanları da əladır. Qəlyanlar mən 4.5 verirəm. Həqiqətən yaxşı idi. Mən çəkmirəm, heç nə Sən fikir soruşma. Mənlik deyil. Videonun ortasında belə bir qərar aldıq ki, yenə də yarışma keçirək. Bu videonun altına da rəy yazın və rəy ən çox bəyəni yığan bir izləyicimizi yenə də aparacağıq məkanlarından birinə. Ürək nə istəsə sifariş verə bilər. Siz də qalib ola bilərsiniz. Rəy yazın, izləyin, abunə olun mütləq. Məncə də abunə Amma- olmağa dəyər. Abunə olma, amma sən rəy yazmayasan. Mən olmaz, Sənin limitin mənə də niyə? olacaq. Bir dostunuzu bu arada özünüzlə də gətirə bilərsiniz. Çünki baxıram ki, bayağı bir çox şey qalır ortada, heyf olur. Ona görə bir dostunuzu da özünüzlə gətirə Təzə bilərsiniz. bonuslar. Mənə heç o təklif verilməmişdi. Onda mən də nə yazacağam? Mənim çoxlu Yox, ətrafım sən var rəy da yazman yeyib yox. içəndilər. Sən rəy yazman da absurdur. Bir dəfə qalib oldun, Yaş bəsdir. dostlarımdan deyərəm, qalib eləyək, mən gələcəm amma ora. Mən o dostumun qalib köməkçisi kimi gəlib Xeyr qoşulacam. yoxdur. Sən olmayasan. Yəni bu şayədə sən olmayacaqsan. Xüsusi qonağımız olan Hafiz qardaşla da məclisimizi sonlandırırıq. 5-ci bakala gəlirəm. 5-ci bakalı içir. Hətta 6-cı da gəldi. İndi 6-cı Altı da var. Hesabı da istədi. Hesabımız gəldi 181 manat. Burada göstərim. Videoda əlavə eləyəcəyik hesabı. Qiymətlər ümumi götürəndə ən bahalı məhsul burada mənə elə gəlir ki, qurbağadır 18 manat. O bahalı deyil, amma qurbağa görə 18 manat mənə gəlir ki, çox bahalıdır və dəyməz. Məncə heç ümumiyyətlə harda eləsəz qurbağa ümumiyyətlə sifariş verməyin. Maraqlı bir dadı da yoxdur. Ən bahalı məhsul 30 manatda qəlyandır. Ondan sonra isə gəlir 19 manatda cənnəti faxitos. Ümumi bir fikirlərimiz 5 bal üzərindən mən bura verəcəyim bal 3.8 olar, 3.9 olar. Sən neçə bal verərsən? Maksimum hesablasam 3-7. Maksimum olsun istəyir. Əslində mən burada tez-tez əyləşmişəm. Amma bu gün deyərdim ki, digərlərlə müqayisə edəndə o qədər də yaxşı deyildi. Bəzi xırda kiçik nüanslar var ki, onlar xoşuma gəlmədi. Onlar da videoda zaten sizə bildirmişik. Çox sizi yormaq istəmirik. Belə videonu burada yekunlaşdırırıq. Sən də PVV videoların gəlməsini istəyirsən, mütləq şəkildə şərh bölməsində bildirin. Yazın, abunə olun. Səhv eləyər. Görək Mən növbəti qoşulu udmuşam da öyle. siz də oda bilərsiniz. Şansınızı yoxlayın. Görək növbəti qonağımız kim olacaq, necə bir olacaq və oyuna hara gedəcək. Bu qədər özünüzə yaxşı baxın. Mən qoşula bilmirəm, nə olar? Sən yox, sən artıq ignordasın, qara siyahıdasan sən. Çox pisdim deyə. Amma özü yaxşıdır. 5-ci bakalını içir, amma hələ ki özünü yaxşı idarə edir. Mən düşündüm burada uzanıb yatacağam, amma hələ ki yaxşıdır. Bu qədər. Özünüzə yaxşı baxın. Növbəti videolarda Like görüşənək. qoymağı unutmayın. Hələlik, sağ ol.